Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah. Avtomobilləriniz də yaxşıdır. Deməli, sürücülər və belə deyək də, avtomobil həvəskarları bu videonu bağlaya bilərlər. Yəni, bu video sizə aid deyil. Ustalarla danışacağam. Ünvanlayıram ustalara, bütün ustalara. Hansılar ki, avtomobil təmiri ilə məşğuldurlar, avtomobil təmiri ilə yanaşı ehtiyat hissələri də satırlar. Öz adımdan ünvanlayıram və xahiş edirəm bütün ustalardan. Cənablar, mənə o qədər videolar atırlar ki, bir usta o birisinin arxasıca danışır, biri o birisi haqqında nəsə deyir, nə bilim, o birisinin bağına daş atır və yaxud da ki, aşkar elədiyi nasazlığı hansısa ustanın ayağına yazır, hətta təhqiramiz sözlə işlədir onun ünvanına. Bu, mənə elə gəlir ki, usta sözünə yaraşmaz. Bir nəfər aparıcımız var, məşhur aparıcımız. Onun bir kitabı da var, Ustaddır adı. Düzdür, mən hələ oxumamışam. Amma yəni o söz həmin bu usta sözündən doğur. Bəlkə də usta sözü həmin o sözün qısaltmasıdır, bilmirəm. Mən bir balaca dilçilik elmindən uzağam, amma bunu məndən yaxşı bilənlər var. Onu demək istəyirəm ki, əgər sən öz üzərində bu sözü daşıyırsansa, mənə elə gəlir ki, sən bu işdə hər tərəfli o sözə layiq olmalısan. Həm qanacağınla, həm qabiliyyətinlə, həm tərbiyənlə, həm avtomobil sahibləri ilə münasibətdə, həm usta yoldaşlarınla kommunikasiyada. Mənə elə gəlir ki, sən hər tərəfli mütəxəssis olmalısan bu mövzuda. Çünki sən axı ustasan, sənə usta deyə müraciət edirlər. İnanmıram ki, hansısa usta digər ustanın əməyini pisləyəndə və yaxud da ki, onun yoğurduğu xəmirə pis xəmirdir deyəndə, belə deyək də, dırnaq arasında. Həmin işi görən adamın, belə deyək də, pisləyən adamın işi hamar gedir, rahat gedir. Yəni, mən inanmıram. Mən elə şey inanmıram. Yəni, sən onun ünvanına nəsə deyəndə, sənin işin taraz getmir də. Sən işi gör, qardaş. Sənin nəyvə lazım? Mən elə fikirləşirəm. Bəlkə səhv fikirləşirəm. Bir də avtomobil sahiblərindən xahiş edirəm. Yəni, kiminsə videosunu mənə atmayın. Yəni, elə eləməyin. Bax, burada falan şey deyir. Bax, bu düz deyirmi? Səhv deyirmi? Qardaş, bilmirəm. Bu anlıq məsələdir. Gözəl qardaşlar, gözəl insanlar. Yəni, bu anlıq məsələdir. Həmin anda orada olmayan adam, o mövzunun içində olmayan adam heç bir şey deyə bilməz. Heç nə deyə bilməz. Mən ona ancaq kənardan izləyə bilərəm. Siz təsəvvür eləyin, məsəl üçün, ay usta, bax, filan usta, filan şey haqqında filan şey dedi. Sən nə fikirləşirsən? Ay qardaş, mən nə fikirləşə bilərəm? Mən orada olmamışam, mən yox idim orada. Bu bir. İkincisi, mənim orada olmamağımdan əlavə, o hadisənin təfərrüatını bilmirəm mən. Mən bilmirəm axı söhbət nədən gedir. Mən necə bu mövzuya reaksiya verə bilərəm? Yox, əgər nəyisə düz demirəmsə, nəyisə barəsində düz danışmıramsa, zəhmət olmasa düzəldin. Yəni, kommentlərdə yazın. Başa düşürəm. Mən hamını başa düşürəm. Yəni, səhv eləyən insanlar da olur. Səhv eləyib, səhvini boynuna almayan insanlar da olur. Bəli, insanın xisləti fərqlidir. Yəni, insan səhv eləyir, öz işində nöqsana yol verir və bu onun sonraki, belə deyək də, reputasiyasına, nə bilim, karyerasına
xələl gətirsə belə, o insan o əməlindən vaz keçmir də. Deyir ki, mən beləyəm. Hə, olsun, tamam. Sən onunla nə işin var axı? İşvi gör də, qardaş. Yəni, mən elə gəlir ki, mənə müxtəlif rayonlardan ustalar müraciət edirlər. Müxtəlif rayonlardan. Bəlkə də bu videolara baxırlar. Bəlkə də öz şəhərimizdən də ustalar müraciət edirlər. Sonra qonşu şəhərdən, yəni Bakı şəhərindən də, paytaxtdan da ustalar müraciət edirlər. Mən onların hamısı ilə çox etik, çox mədəni, çox əxlaqi rəftar edirəm, danışıram, onlarla münasibət qururam, dərdlərinə şərik çıxmağa çalışıram. Çalışıram ki, heç bir belə deyək də, təmirdə nöqsana yol verməsinlər. Mənə müraciət elədikləri təmirdə nöqsana yol verməsinlər. Bismillah. Amma niyə münasibəti korlamaq lazımdır? Baxın, hal-hazırda sizə nümayiş etdirəcəyim videoda qısa metrajlı çox danışdım, başa düşürəm. Amma bu mənə çox pis təsir eləyir də. Bir xalqın, bir vətənin övladları eyni məsələyi bölüşürlər, eyni işi görürlər. Amma biri o birisinin dalınca danışır, o onun əməyini pisləyir, bu bunun əməyini pisləyir. Siz bilirsiniz, sənin o danışan adamlara deyirəm, sən bilirsən sənin nə qədər xarab elədiyin avtomobil, sənin nə qədər səhv diaqnoz qoyduğun, nə qədər pis günə qoyduğun maşın bu sexdə düzəlib, bu qarajda düzəlib. Başa düşürəm, sən mənim arxamca danışmırsan, başa düşdüm, bildim. Yəni, məsələn, 20-sinə deyirəm, mənim arxamca danışmırsınız. Amma kimisə daha azından danışanda da mənə pis təsir eləyir də. Yəni, eləməyək bunu. Mən belə istəyirəm ki, hamımız bir yerdə həmrəy olaq. Həmrəy olaq, yəni bir-birimizin əlindən tutaq, hansınısa işi düz getməyəndə o birisi ona kömək eləsin, dayaq durun, yəni nəqliyyatın problemini aşırdın, geri çəkməyin, aşırdın. Bu, nə bilim valla. Yəqin səsim eşidilər. Yəqin ki, səsim eşidilər. Hə. Məsələn, yenə də deyirəm, təqdim eləyəcəyim videoda sadə bir avtomobildir, sadə bir dərdi var. Bilmirəm, bəlkə kimin üçünsə qəlizdir, çünki uzun müddətli həll olunur, amma mənim üçün məsələn sadədir də. Mən avtomobil qapıya gələndə bilirəm ki, onun problemi nədir artıq. Təqribi. Yəni, təqribi artıq tutuzdururam da onu. Məsələn, mən deyirəm ki, avtomobilin filan yerindədir problem. Məndə indi həmin o alət yoxdur onu yoxlamağa, keçən dəfə də vurğulamışdım. Gedir avtomobil həmin o aləti olan adamın yanına, o adam o aləti istifadə eləyə bilmədiyinə görə deyir ki, filan üstə səhv diaqnoz qoyub. Aləti istifadə eləyə bilmirsən sən, qardaş. İndi neynəməliyəm? Mən sənin dalınca danışmalıyam. Sənin haqqında pis söz istifadə eləməliyəm ki, ay səni belə-belə olasan, özün öz alətindən istifadə eləyə bilmirsən. Nə olsun, eybi yox. Mən də avtomobil sahibinə deyirəm ki, əgər sən mən qoyduğum diaqnozdan şübhəlisənsə, heç bir problem yoxdur. Gətir avtomobili qoy qaraja, mənim yanıma. Mən sənə onu sübut edeyim ki, həqiqətən də mən sənə düz deyirəm. Buyurun, videoya baxın. Yəni, sadə təmir prosesi ilə bir dənəsi ilə də belə tanış olun. Belə. Bir də zəhmət olmasa, videoları bəyənin, bir komment yazın, pis komment yazın. Əgər o videoda nəsə səhv danışılırsa, əxlaqi mövzulardan qırağa çıxılırsa, kimsə təhqir olunursa, siz ona nöqsan eləyin, yazın, mənə də deyin ki, qardaş, burada səhv dedin sən. Deyin, mən hər şeylə razıyam, heç bir problem yoxdur. Amma zəhmət olmasa, təhqirə yol verməyin. Düzdür, heç təhqirə yol verən yoxdur, amma təhqirə yol verməyin, tənqid eləyin, çalışacağıq ki, səhvlərimizi düzəldək. Amma yazın, yəni kommentə nəsə yazın, bir, nə bilim, unlike qoyun, like qoyun, qoy video qabağa getsin, kanal inkişaf eləsin. Bu monoloqumuzun oldu. Buyurun, yəni sadə təmir videosu. Ustalar istəmişdilər deyəsən, buyurun. Baxa bilərsiniz. Gələn dəfə sürücülər üçün çəkərəm inşallah. Yolda qalmayın. Deməli, Prius 20 gövdədir, yaxınlaşıb. Səhərlər gördüyünüz kimi işləyir.
Ancaq səhərlər bir müddət işləyir. Mən də avtomobilə baxmadan demək olar ki, diaqnozunu demişdim ki, bunun farsunkaları xarabdır. Yəni burada avtomobil sahibi də mənə deyir ki, yox, farsunkaları stend eləmişəm. Bu da nəticəsi. Tamam. Olsun. Yenə də mən hər şey özüm yoxlamağı xoşlayıram. Səhər-səhərdə avtomobili qarajıma götürmüşəm. Heç kim yoxdur. Bir Honda'dır, bir də mənəm. Toyota da bizim qonağımızdır. Gəlmişik. Deməli, açıram, heç işə salmamışam. Çıxardıram. Bu da silindrin içindəki vəziyyət. Yamyaş alışdırma şamı, yamyaş alışdırma şamı. Yanma kamerasında da vəziyyət elə sveçədə olduğu kimidir. Benzin axıdır, tökülür ora. Artıq benzini yandırana kimi bu yetim əziyyət çəkir. Bilmirəm, effekti nə dərəcədə göstərə biləcəm. Birinci silindirdəki vəziyyətdir bu. Bilmirəm, kamera nə dərəcədə bizə kömək eləyəcək. Yanma kamerasında vəziyyət bu cürdür. Belə. Yamyaşdır. Yamyaşdır. Benzindir. Mən bayaqdan yoxlayıram, benzindir. Belə.